Hər kəs salam uşaqlar. Bu gün sizə bərabər PUBG Mobile hesabı tanıtacağım sizə. Bu hesab satılır. Azərbaycandadır. Birincisi hesabda 55 destans var. Plus bir dənə də çanta var. Çanta da destanslardan sayılır. Sonra buz diyarımız 4 səviyyə. PMG 2021 seti. Bu 2021'e özeldir. Sezon 2 maskesi. Firavun M24'ün bir səviyyədir. Təzə çıxartılıb ona görə. M7 4 səviyyə. Buz diyarı 4 səviyyə. Bu arada bunu deyim ki, bu hesabın envanterində 7 dənə 7 günlük, 7-8 dənə isə 1 günlük odalar var. Hesabda görürsünüz koleksiyon her şey var. Koleksiyonumuz 53 səviyyədir. Setlər gəldikdə RP'lər var. RP'dən sonra belə bir şeyimiz var. Bu malzeme sandığına gəlmişdir. Medium setimiz var. Başarmalardan gələn set var. İşgalcimiz var. Belə 6 eləyək görən nələr var. Plug-in set. Buradan buz diyarı kaskımız var ve objeler var. Yani buz diyarı önemli. Bir kombinlik var. Sezon 2 mesela şeyler var. Burada adı yadımdan çıxdı. Göz bandımız var. Sezon 2 maskamız var. Ya bu sezon 2 o vaxt gəlmişdi 2 il əvvəl. Bunun için 35 manat pul ödemişti hesabın yarısı. Görürsünüz buradan belə setlerimiz var. Belə kombinlikler var. Walker var. Komutan üstü var. Yani yok hesabda şey var. Bir tane şey var. Bunu da təhlildə çıxarım. Yəni deyim ki, hesab çox şanslı hesabdır. Çantalar da var o bizim məsələn. Ətək var. Bilirsiniz bu ətək o vaxt gəlmişdi. Destansıdır. O vaxtı askeri sandığa gəlmişdi. Kombinliklərdə biraz azdı şalvarım amma olsun. Yenə nəsə kombin eləyəcəm. Ayaqqabılar normal. Süsləmələr isə qəşəng. Keçən araba desenlərinə. Bunlar klasik. Bu da klasikdir. Burada RP'nin bir de klasikdəki buggy desenlər var. Üstədə bir lazımız var. Bir tane de belə lazımız var. Teknelerden ise 2 tane teknemiz var. O biz de o modda vermiştik. Belə AK desenimiz var. M16 var. RP'nin. Godzilla Kong'un skarı var. Yani gerçekten buz diyarı 4 seviye yani dediğim gibi. Groza'mız var gördüğünüz gibi. Groza'da Mighty Force'da var. Çok qəşəng Groza'lardandır. Belə deyə bilərik ki her silahda desen var. Midillimiz yani. M7'miz, MK47 desenlerimiz var. Honey Badger desenlerimiz var. Famasımız da var. AD32'de var. AD32'de desen. Kesin nişancılardan M24'te bir firavunumuz var. Bir de böyle bir desenimiz var. AVM'lerden desenimiz var. Desenimiz var. Belə bir desenimiz var ve burada da bonus peşten veren ama vurma efekti de var. Onu da nəzərə alaq. Əlimdə yoxdur. Bundan sonra nişan tüfekleri. Bunlar desenler. Burada normal efsanevi desenler var. Buradan uzunumuz var RP'nin. Burada maxlanmış RP'nin var. Bu qəşəngdir. Burada da Thompson'ımız var.
bir səviyyədir. Bax belə çox qəşəngdir bu Thompson. Ən yaxşı Thompsonlardan. Desenlərimiz də var. Pompalı desenlərimizdən də DBS'imiz var 2 səviyyə. MG desenlərimiz hamısı var. Bir dənə tabancalardan biraz azdır. Qalan hər şey var da yəni hesab. Tavalarda məsələn bu var. Bu qırmızı kristalla alınır. Godzilla Kong'un tavası. Bir də belə o vaxt RP'dən gələn çağ. Arbeletimiz də var. Yəni o vaxtki RP'dən dasılır. Və şöhrətimizə gəldikdə 6955 şöhrət. Ünvanlara gəldikdə 28 ünvanımız var. Təməl bilgilər dedikdə 78 səviyyə, 61 Evo səviyyəsi. 5 yılda oynanır. İstatiklər hər şeyi çox qəşəngdir hesabda. Hesabını da istəyirsiniz aidisini verin, bir də baxın. Bu hesab aidi. Bunda deyim popülərliyi 490.000'dir. Sağ olun uşaqlar, almaq istəyənlər yorumlarda yazmağı unutmasınlar.